Hər vaxtınız xeyir olsun, əziz şagirdlər, hörmətli müəllimlər. Bugün sizinlə biz mikroskopu öyrənəcəyik. Mikroskop ümumiyyətlə kiçik hissəcikləri görmək üçün istifadə olunan bir cihazdır. Elektrikli, günəş enerjisi ilə işləyənləri var. Ümumiyyətlə qədimdə günəşin və yaxud otaqdakı işığın, lampanın işığı ilə istifadə olunurdu, amma artıq elektrik naqilinə qoşula bilir məktəb mikroskopları. Əsasən bizim bu hissədə, yuxarıda gördüyünüz bu eynəyə bənzər hissədə okulyar yerləşir. Okulyar sözünün mənası elə göz deməkdir. Bu hissədə gözlərimizi yaxınlaşdıraraq biz hazırladığımız preparatı ən incəliklərinə qədər görə bilirik. Bu hissəyə deyilər okulyar. Okulyarlar adətən 1 və ya 2 ədəd olur mikroskoplarda və burada olan lenslər 10 dəfə böyüdür baxdığımız əşyanı, baxdığımız cihazı və yaxud baxdığımız hər hansı bir hissəciyi, hüceyrəni 10 dəfə böyüdə bilir. Aşağı hissədə isə bunlar bağlanıb obyektivlərə. Gördüyünüz kimi burada 4 ədəd obyektiv var. Baxın, bu 4 ədəd obyektivlərdən qırmızı, sarı, mavi və ağ rəngdə obyektivlər var. Bunlardan adətən birisi üzərində 10 yazılır, yəni 10x, yəni 10 dəfə böyüdür. Digəri 20x, digəri 40x şəklində görsənir. Əgər, məsələn, bunun üzərində 10 yazılıbdırsa, deməli, birinin üzərində 4 yazılıbdırsa, qırmızı adətən ən balacası olur. 4 yazılıbdırsa bunun üzərində, deməli, 10 vurulsun 4, ümumi böyütmə dərəcəsi olacaq 40 dəfə. Digərinin üzərində isə 10 yazılıb. Bu deməkdir ki, bunu 10'u, yəni okulyarın üzərindəki 10 rəqəmini digər obyektivin üzərindəki 10 rəqəmi ilə vururuq. Ümumi böyütmə dərəcəsi olur 100 dəfə. Digərində isə 40 yazılıbsa, deməli 10'u vururuq 40'a 400 dəfə. Digərinin üzərində 20 yazılıbsa, deməli 10'u vururuq 20 ilə vururuq. Beləcə tapırıq ki, bu vasitə ilə biz 200 dəfə böyüdə bilərik. Bu tubus adlanır, yəni boru. Buradan baxdığımız zaman işıq aşağıdan gəlir, preparatın içindən keçir və obyektivlərdən daxil olur, gəlir bizim gözümüzün içərisinə daxil olur. Beləcə biz həmin, deyək ki, hissəciyi, hüceyrəni və yaxud toxumanı görə bilirik. Bu isə əşya masası adlanır. Çünki biz preparatı hazırladığımız şüşə preparatı bunun üzərinə qoyuruq. İşıq isə bunun üzərindən keçib, bu dəlikdən keçir və preparatın içərisindən keçib bizim gözümüzə gəlir. Ümumiyyətlə, gözümüzün görmə qabiliyyəti bilirsiniz ki, işıqla əlaqədardır. İşıq olmadığı zaman biz görmürük. Ona görə də burada işıq mənbəyi var. İşıq mənbəyi qədimdə gözcü idi. Gözcü ilə işığı yansıdırdılar. İşıq buradan keçirdi, gəlirdi gözümüzə. İndi isə artıq məktəb mikroskopları dediyim kimi naqillə elektrikə bağlanır və buradan normal lampadan gələn işıq kimi işıq gəlir və biz rahatlıqla preparatı görə bilirik. Burada lenslərlə deyək ki, həmin işığın miqdarını azalda və ya yuxarı qaldıra bilirik. Bu isə isə ştativ deyilir. Ümumiyyətlə, mikroskopu daşıyarkən mütləq ştativdən tutmaq lazımdır. Bir əlimizlə, digər əlimizlə isə altından tutmaq lazımdır. Burada isə bəzi vintlər var. Mikrovintlər və makrovintlər. Birisi kiçikdir, birisi böyük. Böyüyü makrovint adlanır, kiçiyi mikrovint adlanır. Makrovintlər böyük ölçüdə dəyişikliklər eləmək olur. Əşyanı yaxınlaşdırmaq, uzaqlaşdırmaq olur. Kiçik vintlə isə daha da belə incəliyə, daha da xırda dəyişikliklər etmək üçün, daha da az-az yaxınlaşdırmaq və ya az-az uzaqlaşdırmaq üçün mikrovintlərdən istifadə olunur. Buradakı vintlərlə isə ümumiyyətlə bu masanı, yəni əşya masasını sağa, sola sürükləmək və yaxud qabağa, arxaya sürüşdürmək mümkündür. Beləcə biz tamamilə bu obyektivin tam altında olmalıdır. İşıq tam onun aşağısından gəlməlidir və buradan daxil olmalıdır. Ona görə də biz onu gözümüzə uyğun formada yerini dəyişdirə bilirik. Gördüyünüz kimi mikroskop deməli əsasən okulyar, tubus, ştativ, obyektiv, əşya masası, mikrovintlər, mikrovint və makrovint işığın mənbəyi hissələrindən ibarətdir. Mikroskop ilə əlaqədar bu qədər. Gələn dərslərimizdə görüşmək diləyilə.